Salam dəyərli izləyicilər. Bugün mayonez hazırlamışam. Çox qəşəng, gözəl, qaymaq kimi, görkəmi də qaymağa oxşayır. Hazırlama qaydasını sizlərlə istədim bölüşüm. Deməli, bu mayonez yumurtasızdır. Əvvəlcə bir banka, fərqi yoxdur, banka olsun ya blenderin öz hündür qabı var, o olsun. İçərisinə əlavə edirəm 1 stəkan süd, 2 stəkan duru yağ, 1 çay qaşığı şəkər tozu, 1 çay qaşığı da duz. Və bunları blenderlə qarışdırıram. Deməli, qarışdırmaq daha doğrusu istəyirdim ki, blender bankanın ağzından keçmədi. O da mənim günahımdır ki, gərək əvvəldən yoxlayardım. Ona görə digər bankadan istifadə edəcəm. Yoxlayıram, blenderin qabı keçir, blender keçir bankanın ağzından. Məhlulu əlavə edirəm digər bankanın içərisinə. Təbii ki, burada duzu ilə şəkər tozu çökmüşdü. O bir bankanın dibində qaldı. Ona görə burada yenidən əlavə elədim. Amma çəkilişdə onu göstərmədim. Blenderlə qarışdırıram. Çox da tez başa gəlir mayonez. Gördüyünüz kimi heç adamın 3 dəqiqə vaxtını, 4 dəqiqə vaxtını aparmır. Blenderdən keçirdikdən sonra mayonez halına gəlir. Daha sonra mayonezin məhlulun içərisinə 1 xörək qaşığı limon suyu əlavə edirəm. Əgər istəsəniz limon suyu olmasa lap az limon tuzu da əlavə edə bilərsiniz və çay qaşığının ucunda da xardal əlavə elədim. İndi zövqə görə siz buna istiot da qata bilərsiniz. Xardalını biraz artıq eləyə bilərsiniz. Və yaxud limon suyu etməsəniz, adi укsusdan da yarım çay qaşığı qədər, 1 çay qaşığı qədər istifadə edə bilərsiniz. Yenidən blenderdən keçirdirəm. Çox tez, yəni inanılmaz dərəcədə tez başa gələn bir mayonezdir, yumurtasız. Gördüyünüz kimi gözəl mayonez alındı. Qaymağa oxşayır, nə bilim, xama kimi bir mayonez alındı, qəşəng yumuşaq. İnşallah siz də hazırlayın. Yəni olur da adam əlinin altında nəysə bir şey eləyəndə təsadüf olur ki, adamın əlinin altında soyuducuda mayonez olmur. Tez bazar, yəni bunu hazırlamaq olar. Evdə olan ərzaqlarla başa gəlir. Yəni rahatlıqla hazırlaya bilərsiniz. İnşallah hazırlayarsınız və görərsiniz ki, necə də rahat, həm də dadı da çox gözəl. Marketlərdən alınan mayonezlərdən qat-qat ləzzətli və keyfiyyətli.